qismat olmuş. Ağır dərsdə olmağına, amma qürurlu bir dərsdə. Uşaq olsun, ailələrə, atalara, analara, herkese səbir duyun, can sağ olardı. Allah hamıya səbir versin. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq, kişilik, cəsurluq döyüşlərini mühafizə edərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətləri olan Fuad Raminoğlu Əliyevin adı müasir tariximizə qızıl hərflərlə yazılmış şəhərlərimizdən biridir və onun xüsusi xidmətlərini qeyd etmək lazımdır ki, kəşfiyyatçı olaraq Şuşanın düşmən işğalından azad edilməsi uğrunda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düşmənin məhv edilməsi istiqamətində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində çox böyük qəhrəmanlıq nümunəsi nümayiş etdirmişdir. Həqiqətən 21-ci əsr tariximizə Fuadın adı digər şəhərlərimiz kimi Azərbaycanın Vətən müharibəsi qəhrəmanı, milli qəhrəmanı adına layiq olan səviyyədə daxil olmuşdur. Allah cəmi şəhərlərimizə rəhmət eləsin. Bugünler biz Soğuzsular Şəhid Ailələr Birliyi olarak ailənin yanında olmaq, balamızın bir-birinin arasında valideynlərə dəstək olmaq üçün durulur. Biz bu oğulları gerek unutmuyor, heç bir kəs unutmasın gerekmiyor. Bu oğullar ile bir oğulları Azərbaycan sahasında qızıl hərflərlə yazılmış Zəfər Günü bayramı bunların sayesinde yaranır. Bunlar bu ölkənin elə bir mərd, cəsur oğullar, qorxmacaqlar idi ki, bunlar ölkə batısının siyasətinin nəticəsində yumruq əməliyyatını birləşdilər. Bu əməliyyat nəticəsində də neçə yüzlərdən bəri işğalda olunmuş torpaqlarımızdan bir hissəsi olan Qarabağ Dilbər düşmanı Qarabağımızı kafirlərdən təmizlədilər. Kafirsiz Qarabağ yarandı. Qarabağın 100 il əvvəl status verilmişdi ona, muxtar vilayət. O vaxtdan əlimizdən alınmışdı. İndi bu uşaqların, bu məftiyin cəsurluğunun nəticəsində o status olundu. Qarabağ Azərbaycanlı oldu. Qarabağ əvvəllə Azərbaycanlı olur. İndi də Azərbaycanlı gəldikdə də belə mərd oğulların sayəsində Azərbaycanlı oldu. Buna görə də bu evlatların valideynlərinə hər birinə səbir diləyirəm. Bu yaranmış önləmək daim olsun. Onların qaldırdığı bayraqda həmişə ülkəmizin adını yüksəklikdə dağalandırsın. Qazilərimizə də Allahdan şəfa diləyirəm. Qarşıları da Allah canlarını sağ eləsin, ömrlərini uzun eləsin. Var olsun. Bütün valideynlər evlatlarının xoş günlərini görməyini arzu edirəm. Ölkə batısılığından orada Allah ona can sağlığı versin, ömür versin, eksik olmasın. Biz 27 sentyabrdan itibaren 2000-ci il tarixini bilirdik. Vətən müharibəsi Cənab Prezidentimizin öz fərmanına, sərəncamına əsasən başladı və 44 gün müddətində əzimli, peşəkar bir hərbiçilərin və eyni vaxtda Cənab Prezident vurguladığı kimi dəmir yumruqda bütün xalq olaraq birləşərək bütün torpaqlarımızı düşmən tapdağından azad etdik və hal-hazırda biz bütöv bir Azərbaycanın vətəndaşlarıyıq və hər yerdə qürurla öz sözlərimizi uca səslə deyə bilirik. Və biz bütün şəhidlərimizə, bütün qazilərimizə borçluyuq bu suveren, müstəqil və bütöv Azərbaycanın üzərində gəzməkdir. Allah'tan bütün cəm şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm və bütün şəhid ailələrin hər birinə səbir diləyirəm. Allah rəhmət etsin. Çox sağ olun.